Bu daxilində olan əməliyyatların hər biri risklidir. Ancaq bunların arasında daha riskli, daha çətin olanlarını göstərmək olar. Bu ən çox qaraciyərdə olan əməliyyatlar, mədaltı vəzində olan əməliyyatlar, mədədə olan böyük əməliyyatlar, yəni qastrektomiyalar, qida borusunun aşağı hissəsində olan əməliyyatları aid etmək olar. Sağlamlıq üçün olan əməliyyatlar təbii ki, insana vacib olan əməliyyatlardır. Belə ki, insanın tam sağlam həyat tərzi onun hər bir şeyidir. Lakin estetik əməliyyatlar isə insanda bu və ya digər nahiyədə gözəlləşmə, özünün bədən formalarının dəyişməsi ilə əlaqələndirir. Belə ki, demək sağlamlıqla əlaqədar əməliyyatları edən zaman insan sağlam həyat, sağlam əmək, sağlam ailə tərzinə qayıdır. Bədən şəkilləndirməsi olan əməliyyatlarda isə onlar yalnız özlərində müəyyən bir yüngüllük hiss edirlər. Bəzi əməliyyatlar istisna olmaqla, məsələn, artıq fartuqların kəsilməsi, bədənin böyük hissələrinin artıq yüklərdən azad olmasına gətirib çıxarda bilir.